Esselamu Aleyküm bizi izleyenler ve hürmetli həmkarlarım. Bugün size Toshiba kondisionerinin pultunun istifadə qaydasını görkəzəcəyəm. Bu çox maraqlı və eyni zamanda da bəzi vaxtı istifadəçilər üçün çətin ola bilən bir pultdur. Amma biz indi onu rahatlıqla sizə anlatacağıq və siz də başa düşəcəksiniz. Hər bir klimada olduğu kimi burada bir on-off düyməsi var. Deməli, onun köməyi ilə kondisioneri yandırıb söndürə bilirik. Kondisionerin rejimlərini dəyişmək üçün mod düyməsindən istifadə edilir. Biz hər dəfə bu mod düyməsinə basanda buradakı rejimin dəyişildiyini görürük. Hal-hazırda orada bir qar dənəci işarəsi var və bu o deməkdir ki, kondisionerimiz hal-hazırda soyutma rejimindədir. Digər rejimə keçmək üçün bu düyməni basırıq. Bu düymə nəm alma rejimidir, isitmə rejimi, fan rejimi və avto rejim. İstifadəçilərin böyük əksəriyyəti klimadan ya soyutma ya da isitmə məqsədləri üçün istifadə edilir, amma ən çox isitmə üçün istifadə olunur, soyutma üçün istifadə olunur. Biz də bu səbəbdən mod düyməsini basaraq orada soyutma rejiminə keçirik və bu rejimin izahına başlayırıq. Bu rejimdə temperaturu 22 ilə 24 arasında nizamlayırıq. Əgər elektrik enerjisinə bir qədər qənaət etmək istəyirsinizsə, o zaman temperaturu 24 və yaxud daha yüksək ayarlaya bilərsiniz. 22 dərəcədən aşağı temperatur soyuq daimiyə səbəb ola biləcəyinə görə biz sizə onu tövsiyə etmirik. Hörmətli izləyicilərimiz, mod düyməsini yenidən basırıq və burada 2 damcı işarəsi görünür və bu da deməli nəm alma rejimidir, yəni qurutma rejimidir. Bu rejim çox az istifadə olunan rejimdir. Bir daha mod düyməsini basırıq, burada günəş işarəsi görkənir və bu günəş işarəsi görkənməyi klimanın, kondisionerin isitmə rejiminə keçirilməsi anlamına gəlir. Bu rejimdə temperaturu 26 dərəcənin üzərində tutulur. Nədən belə eləyirik? Çünki isti hava yüngül olduğuna görə tavanda yığılır və bu da kondisionerin tez-tez yanıb sönməsinə səbəb olur. Amma elektrik enerjisinə qənaət etmək istəyirsinizsə 25, 26, 24 istədiyiniz rəqəmi seçə bilərsiniz. Bu sizə bağlıdır. Hörmətli izləyicilərimiz, bu klimanın fanının 6 sürəti var. Birinci sürət, 2, 3, 4, 5 və 6-cı dəfə basanda burada auto gəlir və isitmə rejimində klimanın sürətinin avtoya qoyulması çox böyük üstünlüklər sağlayır. Çünki bu halda klimanın fan sürətini mikro işləmçi, yəni prosesor tərəfindən idarə olunduğuna görə o daha yaxşı işləyir və eyni zamanda çöl hissəsi yalnız havanın temperaturu 0 dərəcəyə yaxınlaşdıqda buz bağlaya bilir. Bir neçə məsələ də qeyd eləyək. Çox vaxt bizə zəng eləyib öyrənmək istəyirlər. Səbirsizlik etmək lazım deyil. Bilmək lazımdır ki, isitmə rejimində klimadan gələn istilik ən yaxşı halda 5-10 dəqiqə arasında gəlməyə başlayacaq. Amma maksimal istiliyi biz əgər hava istidirsə, yəni 15-14 dərəcədirsə, o zaman 20 dəqiqədən, 25 dəqiqədən sonra görə bilərik. Amma hava soyuduqca bu deməli 1 saat da ola bilər, 40 dəqiqə də ola bilər və s. Mod düyməsini yenidən basırıq və burada bir fan işarəsi, yəni adi sərinkeş işarəsi gəlir. Bu rejimdə sadəcə adi ventilator kimi işləyir və nə soyuq verir, nəsə isitmə. Mod düyməsini yenidən basırıq və burada ekranda A hərfi gəlir. Bu avto rejimdir. Avto rejimdə biz uyguladığımız temperaturu kondisioneri saxlamağa çalışır. Məsələn, deyək ki, birimiz temperaturu 24 dərəcə və yaxud 25 dərəcə fərq etməz nizamlamışıq. O zaman əgər evdə olan temperatur, yəni kondisionerin olduğu otaqda olan temperatur, əgər burada deyək ki 24 dərəcə ayarlamışızsa, bundan aşağı olarsa klima isitmə rejimində, yuxarı olarsa o zaman soyutma rejimində işləyəcək. Yenidən mod düyməsini basıb soyutma rejiminə qaydırıq və indi isə digər düymələrin izahını sizə verəcəm. Bəzi vaxtı insanlar, bəzi və yox, insanlar çox vaxtı istəyirlər ki, onların sevimli rejiminə heç kim toxunmasın. Məsələn, tutaq ki, biz 23 dərəcə temperaturu sevirik soyutma rejimində və fanın sürətində orta sürətə qoymuşuq. Bunun pultun yaddaşında qalması üçün bu düyməni 3 saniyə basırıq və bir neçə dəfə yanıb sönür. Bundan sonra artıq yaddaşında. Bizdən sonra kimsə tutaq ki 29 dərəcəyə qoydu və yaxud fanın sürətini maksimala qoydu.
Bizim yalnız bu düyməni basmamız bunun üçün yetərli olacaq ki, bizim iFavor və yaxud sevimli rejim adlanan rejimə qayıtmaq üçün. Bəzi vaxtı yataq otağında fanın sürəti kiminsə nervlərinə təsir edə bilər. Burada bir neçə variant var. Birinci variant odur ki, biz fanın sürətini burada minimuma qoyuruq. İkinci isə burada daha bir düymə var. Quiet. Quiet düyməsini basırıq və gördüyümüz kimi bir insandır, əlində ağzına tutub ki, yəni tamamilə səssiz işləyir kondisioner. Bu rejimdən çıxmasın, yenidən eyni düyməyə basırıq. Bu klimada jalüzlərin yuxarı aşağı hərəkət etdirilməsi üçün swing düyməsi var. Biz swing düyməsini basdıqda demək jalüzlər yuxarı aşağı hərəkət edir. Əgər fix düyməsini basırıqsa, o zaman istədiyimiz bir pozisyonda biz onu dayandıra bilirik. Hər bir klimada 15 dəqiqə dayanmadan yüksək soyutma əldə etmək üçün imkan verən high power və yaxud strong və yaxud turbo kimi düymələr olur. Burada high power düyməsi var. Biz bunu basdıqda burada high power sözü görünür və bu o deməkdir ki, kondisioner 15 dəqiqə bu rejimdə işlədikdən sonra əvvəlki fan rejiminə qayıdacaqdır. İstehsalçılar bu kondisionerdən maksimal istifadə etməyimizi istəyirlər və bizim üçün çoxlu maraqlı funksiyalar burada qoyublar. Məsələn, Comfort Sleep deyilən bir düymə var. Bu basıldıqda biz nə rəqəmləri görürük? 1, 3, 5 və 9. Bəs bunlar nə deməkdir? Tutaq ki, biz 3 saata ayarladıq. Bu o deməkdir ki, klima 3 saatdan sonra söndürüləcək, amma bu halda biz yatdığımıza görə və yatanda da insanın bədəni daha çox üşüdüyünə görə bizi nəzərə alıb temperaturu bu 3 saat ərzində 2 saat qaldıracaqdır. Amma əgər orada biz 9 saat uyğulasa, o zaman 9 saat ərzində 2 dərəcə qaldıracaq. 1 saat uyğuladığımız təqdirdə isə cəmi 1 dərəcə qaldıracaq və ikinci dərəcəni qaldırmağa vaxt olmayacaq. Hörmətli izləyicilərimiz, bu rejimdən çıxmasını yenidən eyni düyməni basırıq. Başqa bir düymə yenə də var. Sleep düyməsi. Bu düymə basıldı. Yenə də gördüyümüz kimi 1 saat, 2 saat, 5 saat gəlir və burada dərhal saat neçədə söndürüləcəyi də burada demək məlum olur. Hörmətli izləyicilərimiz, yəni tutaq ki, biz 1 saat basmışıqsa, bu demək ki, 1 saatdan sonra sönəcək. Bu rejimdən çıxmaq üçün yenidən eyni düyməni basmağımız lazım gəlir. Məlum məsələdir ki, hər bir kondisionerdə olduğu kimi burada da deməli timer rejimləri var. Amma timer rejiminin düzgün işləməsi üçün əvvəlcə saat düzgün qurulmalıdır. Məsələn, deyək ki, indi saat deyək ki, günorta, yox, gecə saat 2-dir məsələn. Deyək, AM 2-dir, yaxın olduğuna görə ilə basırıq clock düyməsi bir iynənin ucu ilə. Sonra bu düymənin köməyi ilə onu deyək ki, 2-yə ayarlayırıq. Ayarladıqdan sonra hörmətli izləyicilərimiz set düyməsini basıb onu təsdiq edirik. Artıq biz öz deməli kondisionerimizin timer rejimindən istifadə edə bilərik. Məsələn, deyək ki, yerimizə uzanırıq və istəyirik ki, kondisionerimiz gecə saat, məsələn, səhər saat 5-də sönsün. O zaman off düyməsini basırıq və burada demək, gecə saat 5-i burada qururuq. Bundan sonra təsdiq etmək üçün set düyməsini basırıq. Bu zaman klima biz bu düyməni basanda bizim göndərdiyimiz siqnalı qəbul edir və qarşısında da bir işıq yanır. Bu da onu göstərir ki, klima bizim siqnalımızı qəbul edədir və səhər saat 5 tamamda bizim kondisionerimizi söndürəcək. Bu rejimdən çıxmaq üçün clear düyməsini basmalı. Və yaxud işə gedirik, səhər saat məsələn 8-də işə gedirik, istəyirik ki, axşam saat 8-də kondisionerimi işləsin. O zaman timer düyməsini basırıq və burada PM 8 yazıb, yəni 1 saat biz deməli, əgər saat 8-də qayıdacaqsa, o zaman necə deyərlər, 7-yə qurmağımız lazım ki, set düyməsini basıb təsdiq edirik. Bizim kondisionerimiz 7-də işə düşsün və 8-də bizə və gələndə artıq evimizi soyutmuş olsun. Bu rejimdən çıxmaq üçün yenidən clear, yəni təmizləmək düyməsinə basırıq. Hörmətli izləyicilərimiz, hər bir insan istəyər ki, kondisioneri təmiz olsun, yaxşı soyuq versin, yaxşı isitmə versin, amma bəzi vaxtı bizim yadımızdan çıxan
bir məsələ olur. Bu da nədir? Filtrlərin təmizlənməsi. Bu klimada burada bir filtr düyməsi var. Bu düymə klimalarda klima müəyyən bir müddət işlədikdən sonra müəyyən bir siqnal verir və klima çalışmır. O zaman biz filtrləri bizim yadımıza salır ki, filtrləri təmizləyin. Filtrləri təmizlədikdən sonra bu düyməni basırıq və bundan sonra həmən işarə sönür. Burada daha bir düymə var. CHK, amma bu düymə deməli ustalar üçün nəzərdə tutulmuş düymədir. Yəni orada sizin toxunmanıza ehtiyac yoxdur. Hörmətli izləyicilər, biz bütün düymələri burada sizə genişcəsinə izah etdik. Əgər hər hansı bir sualınız olarsa bizə müraciət edə bilərsiniz. Əssalamu aleykum.